Otelimizden görüntüdür. Otel Shimpoin Osaka. Səhər saat 7. Yəqin ki, yapanlar işə tələsirlər. Çünki küçələr belə, yəni bizdə olduğu kimi tıxac falan belə yoxdur. Hatta burada maşınlarda fikir verirsiniz. Hər şey çox səliqəli, təmiz. Küçələr olduqca təmiz. Yəni yerdə bir dənə kağız, zibil, butulka heç nə görsənmir və zibil litrələri yoxdur, yəni qutuları da yoxdur. Yəni deyildiyinə görə hər kəs öz zibilini özünün yanında daşıyır. Gedən blogerlər də onu deyir ki, bir balaca klopumuz olsun və bütün zibillərinizi o klopa yığıb evə qaydanda çöpə atılır. Yəni 2 gün gəzdiyimiz müddətdə hələ ki mən çöp qutusu rast gəlmir. Küçələrdəki çöp qutusuna zibil atan. Biz də onlara uyub öz zibilimizi yanımızda gəzdirib otelə qaydanda deməli atırıq. Belə gəzintimizə davam edirik. İndi mərkəzə doğru gedəcəyik. Küçələrin sakitliyini nəzərinizə çatdırmaq istəyirəm. Baxın, küçədə bir dənə səs yoxdur. O qədər sakitlikdir. Nə maşın siqnalı səsi, nə əhali danışır. Hamı sakitcə, bax, velosipedlə hərə öz işində, sakit. Hər yer çox sakit. Bircə qarğaların səsi. Ümumiyyətlə, yaponlar qaydalara riayət etmələri, ictimai yerləri təmiz saxlamaları, başqalarına hörmətlə yanaşmaları ilə tanınırlar. Bu onlara məktəb dövründən aşılanır. Məktəblərdə şagirdlər çox vaxt sinif otaqları və dəhlizləri özləri təmizləyirlər. Bu məsuliyyət hissi inkişaf etdirmək məqsədi daşıyır. Yaponiyada əyilərək salamlaşmaq hörmətin əsas göstəricilərindəndir. Əyilmənin dərəcəsi qarşı tərəfə olan hörmətə görə dəyişir. Yaponlar punktuallığa böyük önəm verirlər. Qatarın bir neçə dəqiqə gecikməsi belə xəbər mövzusu ola bilər. İctimai nəqliyyatda yüksək səslə danışmaq və telefonla danışmaq xoş qarşılanmır. Dünyada orta ömür uzunluğunun ən yüksək olduğu ölkələrdən biridir. Bəli, bura Yaponiyadır. Yaponiyanı bəzən gündoğan ölkə və ya doğan günəş ölkəsi adlandırırlar. Bu ad Yaponca Nippon adından gəlir və günəşin doğulduğu yer mənasını verir. Tektonik plitələrin qovşağında yerləşdiyi üçün zəlzələlər və tsunamilər tez-tez baş verir. Ölkədə 125 milyondan çox insan yaşayır. Dünyanın ən sürətli qatarlarından biri olan Shinkansen saatda 300 kilometrdən çox sürətlə hərəkət edə bilir. Burada 100 mindən çox aktiv vulkan var. Fuji dağı ən yüksək və məşhur dağıdır. Yaz aylarında albalı çiçəklərinin açması, sakura mövsümü həm yerli sakinlər, həm də turistlər üçün ilin ən sevilən dövrüdür. Yaponiyaya gələn turistlər ilk öncə Osaka, Tokyo, Kyoto və Nara şəhərlərinə gedirlər. Osaka, Yaponiyanın ən canlı və əyləncəli şəhərlərindən biridir. Burada tarix, müasir memarlıq və küçə yeməkləri bir araya gəlir. Osaka şəhəri Yaponiyanın mətbəxi kimi tanınır və zəngin kulinariya mədəniyyəti ilə məşhurdur. Osakada hazırlanan yeməklər keyfiyyəti və dadı ilə seçilir. Şəhərə gələn turistlərin çoxu ilk növbədə yeməkləri dadmaq üçün məşhur küçələrə üz tuturlar. Buna görə də Osaka haqlı olaraq Yaponiyanın kulinariya paytaxtı hesab edilir. Burada məşhur takoyaki və okonomiyaki yaranıb. Takoyaki xırda yumru formada xəmir toplardır. İçərisinə doğranmış ahtapot, yaşıl soğan, turşulaşdırılmış zəncəfil əlavə edilir. Okonomiyaki Yapon dilində istədiyini əlavə edib. Meyvə mağazasıdır. Bir dənə bu meyvələri sizə göstərmək istəyirəm. Tək-tək satılır meyvələr. Baxın, alma dənə satılır və çox da baha qiymətədir. 238 yerinə. Bir ədədi hardasa manatla 2 manat 40 qəpik.
38 qəpik bakıram. İndi kurs yəqin bizim üçün çox uyğundur hesablamaq. 1000 yen bugünkü qiymətlə deməli 1 manat 10 qəpik göstərir. Uyğundur. Yəni elə yenlə manata çevirmək bizə çox asan da olur beynimizdə. Üzüm yenə görürsünüz ədəd. Kivilər, baxın 2 ədəd kivi 458 yen. Yəni burada meyvə çox bahadır. Restoranda falan da getsəz meyvəli və tərəvəzli sifariş etdiyiniz qidalar çox baha qiymətə olur. Amma ət, sonra dəniz məhsulları daha ucuzdur. Baxın, məsəl üçün çeri pomidorları fikirlərsiniz 258 yen. Hardasa 2 manat. Qarpuz məsələn 880. Yəqin kiloqramlı yazır. Apelsinlər görürsünüz 2 ədəd. Okay. 10,000 to 5,000. 700 to 68. Okay. Okay, this is for me. Right. You, sorry. İndi pul xırdaladıq Abbenlidə. Bilmirəm kimə maraqlı olar. Yapon pulları. Deməli 100 dollara dediyi kimi kurs bizdə 170 alınır. Bunlarda da verdilər deməli 10.000, 15.000. Bir də bu xırdalar 7.000-dir. 100 dollara 15.700 yen verildi. 100 dollar kurs 157'dir. Biraz yüksek kurslarda var. Dünən havalimanında 156, 155 idi. Burada 157 bu metro stansiyasının içərisindədir. Yəni başqa yerdə bəlkə ola bilər ki, yüksək olsun, amma nəqd pul burada çox lazımlıdır. Çox yerlərdə kredit kartı keçmir. Metro, avtobus stansiyalarda, bir çox restoranlarda, küçə ticarətində keçmir. Ona görə mütləq yanımızda nəqd pul olmalıdır ki, bu pulları mütləq burada xırdaladıq. Yəni yanınızda həmişə nəqd pulun saxlanması vacibdir. İndi artıq bu pulla marketə girib su filan almaq olar. Dünən bu soklardan içdik, yəni həqiqətən çox dadlı latteləridir. 128, yəni bax, bilgi üçün deyirəm, 1 manat civarında, 1.20 falan, bax belə. Emila görməsi. Jelibonlar, Mişka. Так, сюда посмотрим. Иди сюда. Ой, какие вкусняшки. Хочется купить все. Да. Тем более таким sladkoyeşkam, как мы. Bu arada həqiqən şirniyyatları çox dadlıdır. Yəni dünən otelə qayıdanda 1-2 piçenya aldıq yolda. İnanın o qədər dadlı idi. İndi ondan axtarıram ki, çox dadlı, ləzzətli idi. İndi onu tapsam sizə göstərəcəm. Və bax, KitKat. KitKatın vətəni. Bundan istəmişdi Məryəm. Yok, bundan da öyle. Matcha. Не, она сказала, купите мне KitKat матча. Она başka dedi. Svetlıydı. Emile, bu da sənin vətənindir. Hazır ramenlər falan 198. $108. Ты думаешь, я могу читать на японском? Не знаю. Это Желе. желе? Желе. А, желе. Mom, do you like this shop? Yes, I do. You. Mom, can you buy this? Or this one also? This one. Okay. I will buy to you. У нее на шутковарду. Какие шутки? Почему вы такие?
işte. Maskalar, dəhşət hər yerdə maska var. Mağazalara girsən hər yer maska və hər kəs maskada gəzir burada. Bu yəqin üz kremləri filandır. Açığı bilmirəm. Hər şey yapon dilində yazılıb və Baden nəvərinə kötüydü. Bunu indi translate verib baxın görüm nədir olar. Soklar soğukdur, götürün. Mən su istəmirəm, mən sok istəyirəm. Sok istihansız sattık. Ha, bu piçenlilərdir, evdə pişirmə piçenlidir. Ələmə, bu yarmarkatda hər öz əl işini satır. Güllərə bax nə gözəl. Ekibanalarda bunlar Japonski ekibanalar var, düzəldirlər güllərdən. Emile Rukan 19 yani biri 19 marka ha. Elle düzəlməli işlərdir də. Nasıl kafası yaptığını. Hi, hello. Bura Tenoji metro stansiyasıdır. Onun çıxışında burada belə bir mol var. Kintetsu moldur. İndi hesabla bura alışverişe getmək istəyirəm. Emilia, yorulmamışsın? Güzel zor. Bu Kintetsu moludur. Molun 14-cü mərtəbəsində belə bir çıxış var. Molun 14-cü mərtəbəsinə qalxıb Smatrovaya plaşatkada yuxarıdan şəhərə baxış var. Çox gözəl görsənir. Və Osaka'ya bakır yukarıda. Tek kapağı boş yer tapır.
Gedək Emilə. Gəl. Bir şey göstereceğim size. Liftin yanından o kadar aralı dayanırlar lifti gözləyəndə. Baxın. Da liftin düz qapının altında dayanırlar ki, çıxıb birənə mane olmasınlar.